Salam. Bugün mən bulğurdan hazırlayacağım dadlı və sadə şorba reseptini sizinlə paylaşacağam. İstifadə edəcəyim ərzaqlar: 1 baş soğan, 1 ədəd kartof, 1 ədəd yer kökü və 1 dəstə keşniş. Bunların hər birini doğrayıram. Qazana 80 qram kərə yağı və doğranmış soğanı töküb qovururam. Yer kökünü, ardınca kartofu əlavə edirəm. Dörd xörək qaşığı əzilmiş pomidor töküb qarışdırıram. Ərzaqlar birlikdə qovurulduqdan sonra 1 stəkan ət bulyonu, 1 litr su əlavə edib qapağını örtürəm. Su qaynadıqda bulğuru əlavə edirəm. Bir xörək qaşığı duz töküb qarışdırıram. Zövqə görə üzərinə doğranmış keşniş tökürəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, like atıb kanala abunə olmağı unutmayın.